İstəyirəm sizə Vüsal Əliyev dostumuzun ad günündən biraz danışım. Sağ ol. Deməli, bu yaşıma qədər Vüsal Əliyevin heç bir tədbirində olmamışım. O da mənim tədbirlərimin heç birində olmayıb. Amma ona bir simpatiyam var, sevgim var. Çünki heç kəsin də işi olmuyor. Problemsiz adam olur. Belə bilmişəm bugünə qədər. Onun da dəvətnaməsi gələndə yazmışam ki, gələcəm, canım narahat olma. O da deyir, xoş gəlsin. Mənfətli adamdır. Getdi ad gününə. Qapıdan içəri girəndə gözüm pöyüşləndi belə. Dedim, bu nə idi? Baxdım ki, restoranın nə ucu var, nə bucağı. Sonra məlum olur ki, bu 1000 nəfər qonaq çağırır. Və bu 1000 nəfərin də alimi də olar, yəqin arsızı da olar da, hər cürəsi olar. Oturduq stollarda, bu dəmdə ağ köynəkli, ağ bənizli, nə bilim, saçları açıq, belə kaşdan rəngində bir oğlan yaxınlaşdı mənə. Salam Nazilə xanım, mən sənin yerlinəm, Gürcüstandan, Faxralı kəndindən, diş doktoruyam, səndən fəxr edirəm, hə, yaxşı, sağ ol. Nə tərvə o tər danışırım. Saçımdan da öpdü. Biz tərəfdə Gürcüstanlılarda, zəhrim var, hər yerə siqnal verim. Biz tərəfdə Gürcüstanlılarda saçdan öpmək mənasını bilənlər bilir, yəni. Səni özümünki bilirəm, səni doğman bilirəm, səni ismətin bilirəm mənasında öpülür o. Abır həya mənasında. Mən də ona görə təşəkkür etdim. Bu dəmdə Mehriban xanıma nə dedisə, saçını doluyaram qoluma dedi Mehriban Qəmbərova. Saçını yolaram dedi. Nəsə belə bir şey toy səsində. Mehriban xanımın o göz bərətməsi var. O ucu gələndə mən özüm qorxuram da ondan. Bilirsən, o vəziyyətdən sonra mən Mehriban xanıma ancaq yaltaqlanaram da onun gözünü bərəlməyi görməmək üçün. Hə. Gördüm Mehriban belə gözünü bərəldir. Dedim, qardaş, gedə bilərsən, narahat olma. Yaxşı, bunu bir tər yola saldıq, getdi. Mən Mehriban xanımdan onun elə danışığı üçün üzr istədim. Bir yerlim olaraq tanımadığı bir qadına bu cür davrandığı üçün üzr istədim. Video uzundur, amma məcbur dinləyəsiniz, çünki axırı maraqlıdır. Hə, yaxşı, Mehriban davam elədik, yedi, içdi, əyləndi. Mehriban mükəmməl yol yoldaşıdır bu arada, onu da deyim sizə. Demək, biraz keçdi üstündən, bu Manis yenə gəldi. Manis deyirəm, çünki o ad ona yapışır. Bu yenə gəldi, oturdu böğrümüzdə. Masada şahidlərim, Cəmil Əfəndi, sonra Sənan, Space TV-nin əməkdaşı, dostumuz, yenə Mehriban xanım yanımda, sonra sağımda Ərarvat müğənnilər vardı, onlar və çox adam. Bu yenə gəldi, oturdu və mənə dedi, səhnədə oxuyur Aşıq Ədalət. Gəl gedək, aşığın başına pul səpək. Dedim, yer geçsək də, mən neyəsən? Yox, gedək onun başına paçkanı açaq, səpək. Dedim, paçkan var. Dedi, hə, dedim, oturmuşam da burada, başıma səp. Belə də dedim, ha. Dedi, baş üstə. Qalxdı ayağa, bu dəmdə kiminsə prodüser oradaydı. Ona dedim ki, maraqlı şey olacaq, çək. Hə. Bu qalxdı ayağa, əlini atdı cibinə. İçi dolu 20'liklərdən ibarət, üstünə də 3-4 dənə, 5-6 dənə də 100'lük qoymuş. Bir belə dolu yığın pul çıxardı. Bu pulun da içindən seçə bir dənə 100'lük. Hə. Allah, qoydu qarşıma. Dedim, götür pulunu, uç buradan. Əlim qana bulanmamış. Hə. Pul səpənsən səp də, belə pul səpənsən. Bəxtən ellim deysən, saçımdan öpürsən. Səp, getdi bir də gəldi.
Gəl, gedək səhnəyə. Gedək, hələ aşıq oxuyur, qurtarmayıb aşıq. Gedək aşığın başına pul səpək. İndi Ədalət bunu görəcək, deyəcək, çörəyimə bahis olmuşsun. Dedim, ay kişi, oturmuşam burada, pulu başıma səp, dururam ayağa. Yox dedi, gedək səhnəyə, orada reklam olunaq. Dedim, nə reklamı? Dedi, biz ora pul səpək, qorxaq görsün ki, biz pul səpə bilirik. Amma danışa-danışa da o qədər piyandır, hər yerə tüpürür də belə, belə qalmışam. Adam da biraz etiketdən istəmir də şey eləmək. Nəysə, mən durası olmadım. Ona da mədəni dedim, bayaqdan görürsən oturmuşam, yekəxanalı çıxmasın. Bütün gənc istedadlar, gənc müğənnilər hamı gəlir bir-bir mənim masama görüşür. Mənim nə işim var reklamda? Xalq mənlə özünü reklam edir. Ayağımı açıb bağışım var əmdə. Hə. Option, bundan qutardıq mı? Qutardıq. Keçdik, çıxıram indi. Yenə gördüm, yenə gəlir üstümə, durdum, yerimi dəyişdim. Sənanın yanına keçdim. Cəmil əfəndi uğulub gülməkdən. Qalmışıq belə. Orada bir hörmətli, qeyrətli bir oğlan vardı, Ordubaddan. Tanıyıram kimdə, amma deyə bilmirəm də. Bu gəldi, gördü ki, məni narahat edirlər. Qoymurlar, dinc oturum. Halbuki çox istirahət eləməyə getmişdim. Burnumdan gətirdi, salamat olmasın. Çıxdıq bayra, dedik gedək pulumuzu yazdıraq, dolaq gedək. Pulumuzu, zadımızı yazdırmaq istəyirdik. Xəbər gəldi ki, yerimə pul yazdıqlar. Sağ olsunlar. Dedim, yaxşı, mən də getdim. Pul yazdıranın adını demək istəyirəm xanımda, amma deyirəm, bir dənə evində deməyib də, ayıb olur. Onun üçün demirəm. Harda qaldım? Hə, bu Piyanska yenə gəldi. Yenə gəldi, stolda bu xalqla Natiq Dağlaroğludur. Həmin o bu dediyim dost, yoldaş, qardaşdır. Bunlar oturub, bu üstümə gələndə bu oğlan dedi ki, bu kimdir? Dedim, bayaqdan bezdirib də. Dedi, vurum bunu. Dedim, yox, lazım deyil, dəyməz. Bu oğlan o stolun başında, o piyanska 3 dəfə mənim rahatsızlığımı verəndən sonra bunu vurdular. Bunu bəlkə də ilk dəfə deyirəm. Sinəsindən vurdular, getdi bir daldala xeyli. Nəysə, bunu çıxartdılar. Mən də dedim, saytlar zadlar çəkər. Özə dedilər ki, bu qadın bayaqdan abırına sıxılıb, istəmir problemdə, səndən uzaqlaşır. Sən nə qədər qanacaqsız adamsan. Dedilər, oxşum, nəysə, bu getdi. Evə gəldim, evə gələndə gördüm ki, Kəmalə Günəşlinin açıq dekoltesinə həmin qədər pul basır. Dedim, şükür sən ya Rəbbim, nə yaxşı qutardım. O da deyir ki, rasxod eləmə. Rasxod eləmə nədir? Onun gözünün altdan 2 dənə qoyursan, səhvəmi blok edəcəklər. Makyaj qoyursan, onun gözünün düz altına. Görürsən, rasxod necə olur. Özdə diş doktordur. Dişlərini də qarnına doldurursan, gedir protezlərlə gəzir. Bey quşlar. Özünüzə paramırsız işə çıxmayın da. Yazıq Vüsalın məclisində günə qoydular.